TikTok'un efirlərə gəlməsi, TikTok ulduzların televiziyada virallaşması, kanalları belə çevirirsən, bəzən müxtəlif kanallarda eyni adamlardır qonaqlar. Mən bilmək istəyirəm ki, bu işin arxasında nə dayanır? Bu işin fəlsəfəsi nədir? Məncə fəlsəfəsi yoxdur ümumiyyətlə onun. Fəlsəfəsi də var, siyasəti də var, yəqin ki, məqsədi də var. Amma mən araşdırmağa çalışıram ki, görəsən niyə beləyik? Yaxud nə dayanır? Bəlkə belə lazımdır. Bəlkə bu bizim təhlükəsizliyimiz üçün yaxşıdır. Belə nəğmələrin səhər gün orta axşam efirlərdən yayımlanması. Bəlkə biz keyfiyyətli olsaq, media keyfiyyətli olsa, efirlər keyfiyyətli olsa, biz daha çox itirərik, nəinki qazanarıq. Belə suallar məni biraz düşündürür. Yəni məsələ yalnız silikonlu obrazlarda deyil. Silikona hardan gəlib çıxdı? Onun arxasında bir ideya var. Bunları göstərmək lazımdır. Çünki o çünkini mən hələ çözməmişəm. Çözəndə qonağınız olaram.